Düşmənimiz çoxdur və sayımız azdır. Deməli biz bir iş görməliyik. Sayımızı artırmalıyıq. Ən mühüm işlərdən biri təbiiyindir, təbii intiqaldır. Biz edə bilmərik ki, bir nəfər 99 dənə məsələdən bizim həmfikirdir, bir məsələdə ixtilafı var, dinin əslinə qayıtmır, biz onu qırağa qoyaq. Bu duaya əslən bizə haqqımız yox. Bu səbəb oldu İmam Hüseyni qətlə yetirdilər, bu səbəb oldu Əmir el-Mömini qətlə yetirdilər. Bu dua nədir? Bu dua maarifdir. Bu bizim siyasətimizin əsasını tənzim edir. Çünki onların sayı çox idi. İmam Hüseynin yanında olanlardan biri dedi, niyə bir belə cürət tapmısınız? Bizi az görmüsünüz. Əgər biz çox görsəydiniz, hamınız qaçıb dağılışardınız. Kufədə nə qədər adam vardı? Bəziləri 400 minə kimi adam deyir, hamısı döyüşsüz. Əmir el-Mömin deyir, gəlin mənə kömək edin, 10 neçə nəfər adam gəlir. Əmir el-Mömin çıxıb minbərə alır, həmzə ilə Cəfər sağ olsaydı, başıma bu işlər gəlməzdi. Sayımız azdır. Düşmən gəlir, 30 illik müharibə olur, 100 illik müharibə olur, 2 dünya müharibəsi olur. Gəlir bir dənə ortaq nöqtə tapıb bir bəli, bizim vahid pulumuz olmalı, iqtisadiyyatımız olmalı. Gəlir Avropa İttifaqına, NATO-nu yaradır və gəlir Yəmənə bomba tökür, divanı bu cür dağıdırlar. Biz axtarırıq ki, bir adamın 3 dənə bizimlə vahid nöqtəsi var, 2 dənə dinin əslinə qayıtmayan fərqi var. Bağı belə bitmir, saqqalı belə çıxmır. Bunu edirik ixtilaf nöqtəsi və azalırıq. İmam da bundan şikayət edir. Deməli, sən bir müntəzirlik kimi vəzifən budur ki, bizim sayımız artmalıdır, onların sayı azalmalıdır.